Bugün 5A sinifində nə edirik? Ədəbiyyatdan sual-cavab eləyirik. Yaxşı. Ədəbiyyat neçə cür oldu? 2. Gözləyin. Züleyxa, ədəbiyyat neçə cür oldu? 2. Hansı oldu? Yox, Şifahi ədəbiyyat, yazılı ədəbiyyat. Aha. Məcid ədəbiyyat sözünün mənası nədir? Aha. Aha. Mənası nə deməkdir? Mədəb, ərkan, mərifət, düzdürmü? Yaxşı, otur. Ədəbiyyatımızda Müzəffər neçə növ oldu? 2. Növ. 3. Gözlə. De görüm. Lirik növ, epik növ. Bir dəqiqə başa düşmədim. Lirik növ, epik növ, bir də qrammatik növ nə idi? Dramatik növ. Qrammatik növ, bu da təzə çıxdı. Yaxşı, dramatik növ. Lirik növə nələr daxildir? Məhərrəm bəy, buyurun zəhmət olmasa. Aha. Dayan. Nəğmələr, bayatılar. Aha, yaxşı. Gözləyim, bir dəqiqə. Nəğmələrin faiq növləri hansılardır? Aha. Say, buyur. Nəğmələrin növləri. Elə bu? Faiqi yenidən eşitirik. Faiqdir. Toy nəğmələri var, həm yaz nəğmələri var, həm məişət nəğmələri növlərimizdə var. Məişət nəğmələri mən bayatılar. Nə oldu? Niyə dolaşdın? Kim sayar? Nəzrin dəftərə baxır, Nəzrin təkrarlayır. Bənəyə baxırsan orada. Hadi say, nəğmələrin növlərini say görək. Bayatı nəğmələri, yaz nəğmələri. Bayat, ey xalq, ey cəmaat, eşidin. Bayat nəğmələri yeni kəşf olundu. Hə. Bir dənə sakit olaq. Nəğmələrin mənaca 5 növü var. Əmək nəğmələri, düzdür? Məişət nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri, bir də mərasim nəğmələri. İndi bölürük. Əmək nəğmələri hansılardır? Çinarə? Aha. Məhərrəm müəllim buyurun. Əmək. Ay sağ ol. Holavarlar Turcan nə ilə bağlı olur? Turcan. Holavarlar. De Zeynəb. Əkinçilik və biçimçilik. Aha. Düzdür. Hansı heyvanın adı çəkilir? Öküzün. Aha. Sayacı sözləri Fərid nə ilə bağlı olur? Aha. De. Qoyunçuluq, çobançılıq. Ay sağ ol. Hansı heyvanın adı çəkilir Elanora? Sayacı sözlərində. Bəli. Keçi, qoyun. Düzdür. Aha, bunlar. Sonra gəldik. Məişət nəğmələri hansılardır? Məişət nəğmələri 2 dənə. Bu gözəl səsimdən indi bir layla oxuyum mu sizə? Ay sağ ol. Laylalar, oxşamalar. Yaxşı. Yusuf müəllim, laylanı nə zaman deyirik, oxşamanı nə zaman deyirik? Yatışdıranda hansını deyirik? Laylanı. Bəs əziz deyəndə? Oxşamaları. Düzdür, bu belə. Sonra gəldik. Qəhrəmanlıq nəğmələrimiz. Bir. Məhərrəm buyur. Aha. Yaxşı. Hansı qaldı? Mövsüm nəğmələri. Mövsüm nəğmələri nədir ay uşaqlar? Ay sağ. Yağışın yağması var idi. Hansı nəğməni oxuyurdu? Qodu. Bəs yağışın kəsməsi var idi. Bəs o nə idi o birisi? O birisi nə idi? Gün çıxması. Afərin. Gün çıxmasına nə oxuyurduq? Hə. Gün çıx. Burada nə var ki? Gün çıx. Hansı qaldı uşaqlar?
məişətdir dedik. Əmək nəğmələrini dedik, mərasimi dedik, qəhrəmanlığı dedik, mövsümü dedik. Düzdürmü? Amma mərasimi demədik. Mərasim nəğmələri nə idi? Toy, yas. Aha, yasda hansı nəğmələr oxunur? Hə. De, Faiq de. Ay, sağ ol. Hə, qadınlar oxuyur, ağlaşmada. Biz ona nə deyirik? Ağlaşma. Yox. Qadınlar bizim ərazidə nə deyirik ona? Ağlaşma. Ay, sağ ol. Bu belə toy üçündə nəğmələr. Yaxşı, hansı nəğmələri bilirsiniz? Mahnıları. Mahnımız. Yox, yazdırmışdıq. Yaxşı, bir dənə sual verim sizə. Mahnı ilə nəğmənin fərqi nədədir? Yox. Yox. Düzdür, amma əsas fərqi hansının xüsusi melodiyası olur? Sizə bir ipucu ver. Mahnıların. Düzdür. Nəğmələr daha qədimdir. Qadim nə idi? Daha qədimdir. Amma xüsusi melodiyası olan hansıdır? Hansı mahnımız var? 3 dənə mahnımız var. 3 dənə qədim, 3 dənə mahnı. 3 dənə. Hansıdır? Qayidə. Başa salmışdım sizə. Qayi deyirdik. Qaragilə. Nə oldu? Boy, biyabır oldu. Qaragilə sonra. Q, bax, Q Qaragilə. A, apardı sellər saranı. O birisi də İ. Axşama kimi məktəb tədbirlərində oynayırsan. İrəvanda xalq qalmadı. Var idi mi? Heç eşitməyibsiz. Heç bilmirsiniz. Allah oysun. Heç görməyibsiz. Yaxşı.